Salam aleykum, hamını yeni videodan salamlayıram. Bu günləri çəkilişdə videonun adından da gördüyünüz kimi Changan Unive modelidir. Bu videoda siz Changan Unive taksiyə yararlıdır, yoxsa yararlı deyil, hansı kateqoriyalara gedir, qiyməti, rasxodu, kilometrajına baxacağıq. Kilometrajı nə qədər gedib, neçə il sürülüb, yəni bütün məlumatları sizə maşının yiyəsi özü verəcək. Yəni bir var qıraqdan mən sizə deyəm, amma bu videoda siz maşını idarə edən şəxsin öz dilindən eşidəcəksiniz ki, maşın necə maşındır, nə cür maşındır. Maşını sizə tam ətraflı göstərim. Bildiyiniz Changan Unive modelidir. 2023-cü il və servis maşındır, amma indi detallı şəkildə bütün məlumatları maşının avtosalonuna keçək, suallarımızı verəcəyik, qardaş da inşallah cavablandıracaq. Qardaşım salam, xoş gördük səni. Çox sağ ol ki, razılaşdın. Neçə vaxtdır görüşə bilmirdik. Bu arada podcast tipli videolarım kanalda öncədən də olub. Bir çox avtomobillər hansı ki taksiyə yararlıdır və sırf taksidə sürülür. Mən yalnız onları seçirəm və ödənişli şəkildə olur bu. Yəni kimsə vaxtını ayırıb mənə dəyərli vaxtı, indi taksidə işləyirik, hamımız başa düşürüm, özüm də taksidə işləyirəm. Dəyərli vaxtınızı bizə ayırdığımıza görə mən də müəyyən bir məbləğ sizə ödəniş edirəm. Yəni taksidə vaxtınızı itirmədən çəkinməyin, yaxınlaşın, videomuzu çəkək. Bu sadə bir videodur, yəni bütün videoları demək olar ki bir kadra çəkilib. Ay burada hazırlıq falan heç bir şey yoxdur. Sadəcə olaraq öz aramızda biraz maşından, biraz taksidən, biraz qaydalardan, oradan buradan danışacağıq və bunu çəkib paylaşırıq. Həm ki, həm maşın haqqında, məsələn bu maşın daha çox tələbata uyğundur. A05-dir, A06-dır. İndi bəzən adı dəyişib, Unive'dən qayıdırlar A05-ə. Təzədən eşitdiyimə görə Changan yenə də qayıdır köhnə adına, EADO-ya. Yəni bu maşın haqqında danışırıq və taksidən fikirlərimizi bildiririk. Kimlərə kim maraqlıdır, həm sərnişinlərə, həm də bəzi şirkətlərə fikrimizi çatdırıq ki, taksi firmaları da bizim sözümüzü eşitsin, fikirlərimizi bilsin. Yəni bu podcast tipli videolar taksiyə aid bunun üçündür. Qardaşım özü təqdim elə, qısaca adını de. Salam aleykum. Axşamınız xeyir, adım Əliyev Emil. Taksi işinə məşğulam. Xoş gördük abi. Şükür Allah üçün biz ortaq bir mərkəzə gəlib görüşə bildik bir neçə günlərdən sonra. Neçə vaxtı danışırıq. Bu arada bizim taksi WhatsApp qrupumuz da var. Qardaş Deli oranın aktiv üzvlərindən biridir. Bu arada linki də aşağıda olacaq. İstəsəz keçid eləyin. Məsələn, qardaş özü bəyaları gördüm ki, mesajda paylaşıb, falan yol bağlıdır. Yəni bu tip şeylər üçün biz taksi WhatsApp qrupu da istifadə edirik. Orada siz həm dərdinizi danışa bilirsiniz, həm də digər taksi sürücülərində də faydalı ola bilərsiniz. Yoxların bağlanması, bəzən reytləri paylaşırıq falan. Keçid linki olacaq. Qaydaq əsas mətləbə birinci maşın haqqında bəzi suallarım olacaq abi. Onları cavablandırarsan, daha sonra keçəcək əsas taksi mövzusuna. Abi maşın neçənci ildir, hardan almışsan, neçəyə almışsan? Bu haqda kiçik məlumat, motoru neçədir falan? Maşın almışam Əhməd Rəzəblidən, Changan servisinin özündən. Zamanəti 6 ildir, 250 min kilometrdə zamanət verilir. 1.5 turbodur, sırf benzindir. Yanacaq sərfiyyatı şəhər arası 8-9, qovanda 10 dolar, 11 dolar. Bunlar plug-in deyil də? Xeyr, bunlar plug-in deyil. 1.5 turbodur, sırf benzinin özüdür. Hibriddir mi? Xeyr, hibrid deyil. Hibrid də deyil. Hibrid də deyil. 95-dən işləmir, sırf 92-dən işləyir. Bu servisin özü belə deyir ki, 95 döymür. 92 dökün, 92-dən işləyir. İşləyir. Bəli, işləyir. Hal-hazırda sən zamanətdəsən də? Hal-hazırda zamanətdəyəm. Onun üçün nə etmək lazım? Servisə daimi orada hər şey eləməlisən ki, zamanətdə qalsın. Ancaq servisdə eləməlisən, servisdən başqa bir yerdə olduğu halda zamanət pozulur. Maşın neçə əldə eləmişdin o vaxt? 36.900 idi, nömrəyyat qız getdiyimə görə 36.000 yarım aldım. 36 yarım aldın? 36.000 yarım aldım. İndiki qiymətlərdən xəbərin var yoxsa yox? İndiki qiymət elə 36.900 yenə. İndi nədir? Unive'dir yoxsa A06'dır? Unive'dir var, A06 da var. Səhv eləmirəmsə bunların hibridi ilə eyni qiymət və yaxud da ki cüzvi bir fərqi olmalıdır. Neçə ildir idarə edirsən abi maşını? 2 ildir. Tam 2 il olub yoxsa? Yox, 2 il hələ olmuşdu.
2 il hələ Hələ olmayıb. 2 il olmuş. Probegin nə qədərdir? Dəqiqliyi deyək 64364. 64364. Bəli. Servis kitabçasını açıb cəmaata göstərmək elə öz dilində. Bu 64 min ərzində əsas hansı işlər görülüb, nəyə pul çıxıb? Yəni servisin cəmaat bilmək istəyir ki, bu maşın rasxodlu maşındır yoxsa yox? 64 min ərzində belə deyim də mən sizə hələ ki heç bir şeyi dəyişdirməmişəm. 50 minində sadəcə olaraq zəmanətin öz qoyduğuna görə sveça dəyişilir. Hər 15 mindən bir, 20 mindən də bir hava filtrləri dəyişilir. Dəyişdirdiyim sırf bunlardır. Bir də yağ. Ya. Hələ ki heç birində xadavoyunda, karfkasında və yaxud da ki digər bir şeylərində heç bir rasxod tələb eləməyibdir. Sırf da maşını belə necə deyim, 2-3 minni özüm üçün sürmüşəm. Ondan sonra ancaq sırf taksidə istifadə eləmişəm. O dediyin sveçalar məsələn, sveçalara nə qədər ödəniş eləmisən? Sveçalar nə qədər? Sveçaya 55 manat, 60 manat belə pul vermişəm. Dəyişdirməsən bir yerdə qəşəng. Dəyişdirməsindən bir Yağ dəyişmədə neçə litr yağ gedir və nə qədər pul tutur servisdə dəyişəndə? 116 manat 50 neçə qəpikdir. 116 manat 50 116 qəpik. Onun manat içində qəpik. daxildir. Onun içinə 116 manatın içinə yağ dəyişməsi, bir də yağın özü daxildir, bir də Yağ hava filtri. filtri. Hava filtri. Yağ filtri, hava Yağ filtri adden, onlar adden rasxoddur. Onları da hər Onlardan bir yerdə dəyişəndə isə verirsən hava filtrinin, motorxananın, bir də salonun hava filtrindən, bir də yağı bir yerdə dəyişdirəndə 165 manat. 165. Hava filtrinin ikisini, salonun, motorxananın, bir də yağın özü. 165 manat. Dəyişməkli bir yerdə, ustanın əl haqqlı bir yerdə. Aha, başqa heç bir şey naklatka falan, Xeyr, hələ ki heç dəyişmir. bir şey dəyişilməyibdir. Heç bir şey də tələb eləmir hal-hazırda bugünkü gündə. Bir yaxın 100 minə qədər nə tələblər qoyub? Onlarla tanış olmusan yoxsa bilmirsən hələ? Hələ ki xeyr, hələ ki onlardan deməyibdilər. Sadəcə olaraq hardasa bir 70-80 min arası səhv etmirəmsə, karofkanın yağı dəyişilməlidir. Karofkanın da yağı dəyişməyi ustanın əl haqqı bir yerdə maraqlandığına görə, dediklərinə görə bugünkü gündə 401 manatdır. 401 manat. Bir də antifriz dəyişilməlidir həmin vaxtı. Antifrizdəki 115 manatdır. 6 litr karofkaya yağ gedir. 4 litrdə antifriz səhv etmirəmsə, 4 ya 5 litrdə antifriz gedir. Bunlar məcbur olan şeylərdir. Biz Bunlar normaldır. məcbur vaxtındadır. Yəni bunlar dəyişilməlidir servisin maşını, servisin qoyduğu qayda qanundur. Bizdə də 60 mində karobkanın yağı dəyişilməlidir. Amma şeyi oxumamışam heç. Təlimat kitabçası var, BD ilə. Nəsə o bu maşının mövzusu deyil. Sərfiyyatı dedik. Aylıq təxmini onda demək olar ki, hələ ki rasxodu yoxdur. Yəni 2 ildir sürürsən, rasxodlar belə başa düşdüm ki, 100 mindən sonra bəlkə başlasa başlayar, amma hələ ki heç bir şey yoxdur da. Sözsüz. Ona görə də aylıq rasxod buna hesablamaq olmur. Aydındır. Abi maşını almağı istər Unive olsun, A06 olsun, yəni bir Çangan marka olaraq razısan bu maşından, yəni komfortundan falan. Yəqin ki bundan qabaq hansı bir maşın olub. Bundan qabaq mənim 3 maşınım olubdu. Prius da işləmişəm ekonomda. Aha. Ondan sonra belə deyək də bunu aldım, komforta keçdim. Bunu alandan sonra yenə də taksiyə görə yararlı olduğu üçün heç bir narazılığım olmadığına görə Çangan A05 aldım. Bir dənə də maşın var, A05. A05 modelidir, 2024-dür, Ağmir var idi. Bugünkü gündə o da yenə taksidədir. 42 min gedibdi. Bu günlərim baxmışam. 42 minə görə də sırf onu ancaq bugünkü gündə yenə hava filtrini dəyişdirmişəm. Bir də ki yağı dəyişilir. Başqa heç bir rasxod çəkilməyibdi. 42 minə. 42 minə bəli. Hələ bu Bugünkü belə gün heç pis bir maşın indi rasxod tələb eləmir. Sırf da yəni maşınların hər ikisi də taksidə sürülür. maşallah olsun. Özün üçün lazım olanda o heç, yəni o belə deyək də şoferin sürdüyü də yenə o özü üçün lazım olanda başqa yerlərə gedir. Yəni o da ki Bakı arasında gedir də, rayonlara getmir. Özü üçün istifadə eləyir, sırf da ki taksi işlə məşğuldur da. Zərətqaya da qoyulmur. Zarkada qoyulmur. Gələndən hələm belə deyək də özüm zakaz elib gətirdirimişəm onu. Hələm bir dəfə zarkı taxılmayıb. Ondan belə arasında. gedir. Ondan bəli. Amma onun zamanəti yoxdur da yəqin. Onun xeyr zəmanəti yoxdur. Onun nə sabah düşünür, başına iş gəlsə, nəsə xarab olsa detalı falan, hamısını özüm dəyişdirməliyəm. Özün dəyişdirməz. Hı. Xeyirli olsun inşallah Çox sağ kesin olun. olmaz. Bu arada Çanqanlardan və yaxud da istənilən bir Çin maşınlarından şəxsi özü 100 min sürmüş avtomobil varsa, zəhmət olmasa aşağıda rəylərdə yazsın, görüşək. Həmin maşında çəkmək istəyirəm ki, bu insanların beynindən bu Çin
Kitayski maşın düşüncəsini aradan qaldıraq. Yəni biləsiniz ki, var mənim tapdığım bəzi avtomobillər var, istər BD olsun, 150 min də satıblar, keçiblər də. Sadəcə olaraq onları bir neçə sürücü sürüb deyə, ona görə də maşın haqqında danışılası ortalıqda bir adam yoxdur. Ona görə istəyirəm ki, sırf özü üçün sürən avtomobil olsa, 100 mini keçmiş, mütləq şəkildə göstərək, çəkək, paylaşaq ki, hamı da agah olsun bu məsələdən. Abi, indi gecə taksi mövzusuna, taksidə hansı kateqoriyalara gedir, hansı aqreqatorlarla işləyirsən, əsasən hansılara qoşulmusan. Bir də səhv eləmirəmsə, indi özün deyərsən onu, sual olaraq verim sənə. 2023-də sən bunu alanda, səhv eləmirəmsə, bu Bolt'un biznesinə gedirdi. Uber'in də 24 biznesinə. almışam. 24'də almışam. 24 almışam. O vaxt gedirdi biznesə yoxsa yox? O vaxt biznesə gedirdim. Mən biznesdən çıxardılandan sonra aldım bunu. Hə, tam olaraq Vaxtilə, həmən vaxt. hə, həmən vaxtı mən elə bir aldım, almamışdan hətta bir 15-20 gün civarında qabaqcadan çıxartmışlar artıq. Mən Hə. alandan sonra. Onda Comfort Plus-a gedirdi. Ancaq sırf Comfort Plus, indi Bolt ekonom qatmıram da, Comfort Plus sürürdüm, ekonom heç açmırdım. İndi bugünkü gündə də ki bir 10-15 gün civarında olar ki, Comfort Plus kateqoriyasını ümumiyyətlə Bolt'un özündə ləğv elədilər. Sırf Comfortda sürürəm. Sırf Comfortda Sırf sürürsən. Comfortda sürürəm. Bolt'un özündən də işləyirəm. Yəni başqa heç bir, necə deyim, Yango-dan, Uber'dən heç birinin işləmirəm. Sırf Bolt'un özündən. Bilmirsən, Uber'də bu biznesdə saxlayıblar bunu yoxsa çıxarıblar? Uber'də biznesdən çıxardılıb. Orada çoxdan Comfort Plus-a. Orada ancaq düşür, Comfort Plus. Comfort Plus-a düşür. Orada Comfort Plus qalıb. Düz deyir, qiymətlər də bir şey deyil. İndi Maşallah ki, qiymətlər danışılası deyil. Otur bağlanılasıdır. abi, indi dediyin kimi ancaq Bolt'da işləyirsən. Bəli. İndi təxmini bir qrafik deyərsən, neçədən neçə kimi işləyirsən, ortalama indi gün olur 1 saat işləyirsən, gün olur işləmirsən, gün olur 10 saat işləyirsən, amma təxminən ortalama neçə saat işləyirsən, təxmini qazancı nədir? Comfortda, Boltda o haqda da deyərsən. O haqda Comfortda işləyirəm, Bolt'da işləyirəm, səhər-səhər çıxıram, saat 7-8 elə olur, 9-da çıxıram. İşləməyə. Gün ərzində bəzi başqa işlərim olur, bir 3-4 saat, elə olur 5 saat olur. Amma gündəlik belə ortalama təmiz mənə qalan qazanc 60 manat, 70 manat təmizlə pul işləyir. İşləyirsən. Bəli. Faiz, Bolt'un faizini Bolt'un çıxandan ümumiyyətcə faizini və benzin rasxodumu çıxandan sonra minimal gündəlik 50 manat pul işləyirəm, təmiz özümə qalan. bunun üçün neçə saat işləyirsən təxminən? Onun üçün işləyirəm, belə deyək də, 7 saat, 8 saat, elə olur 6 saat. Onda sən hər iki pik saatların hər ikisini, Hər həm pik səhərin saatların hər ikisini işləyirəm. işləyirsən. Hər ikisini işləyirəm. Abi, təxminin nəsə bir taktikan varmı? Yəni taksi qardaşlarımıza da bir faydalı olar. Yəni nədən necə istifadə eləsinlər? Adam var deyir ki, çıxıram 30 manat işləyirəm, çıxıram 40 manat işləyirəm, ondan çox işləyə bilmirəm. Hansı bir ərazilərdən mi işləyirsən? Yoxsa elə Taktik deyəndə saata görədir belə, yəni həmən saatlarda məsələn çox olur. Hardan başlayırsan işləməyə ərazi olaraq? özüm Ayna Sultan qalıram. Elə evdən çıxanda Ayna Sultandan açıram Comfort'u, sırf Comfort'u işləyirəm, Taspikin hamısını. Belə şükür Allaha, taksi işləyənlərin hamı bilir ki, bugünkü gündə koeffisient ən çox Yasamal ərazisindədir, Binəqədidə və yaxud da ki Xırdalan tərəfdədir. O istiqamətlərə getmirəm Xırdalana. Mənim sırf işlədiyim ərazi şəhər içidir. Şəhərdən qırağa verəndə atqaz eləyirəm. Heç birinə getmirəm. Yəni uzaq başı belə deyim də, günüz vaxtı səhər-səhər getmirəm. Axşama qalan Taspika qalan desə, axşam Taspika işləyirəm. Şəhər arası çox profka olursa da əgər, şükür Allaha, o bugünkü gündə hər yer profkadır. Mümkündür. İstiqamət qoyuram Bilgə və yaxud da ki Sibirzə. Dalin. 20-25 manata müştərimi götürürəm, gedirəm və yaxud da ki aeroporta, yenə 18 manat məsələn aeroporta götürüb çıxıb gedirəm. Qaydana da müştəri ilə qayıdıram 15, 17, 20 manat. Götürüb gəlirəm. Saspik vaxtı, həmin vaxtı bu ərazilərdə mən belə deyim də, yəni o 50 manat, 60 manat işləyə bilmərəm. 5 manat, 6 manata 40 dəqiqə yol gedir. 4 manat bir də görsən 4 manat da verir. 4 3 manat 90 qəpik verir. Yəni o da ki alınmır. 1-2 əmsal olur da. Qabaq əmsallar bu arada qalxırdı. İndi mən özüm də ara bir açıram, işləyirəm. Günə 2-dən, 3-dən gediş yol üstü gedib gələndə harasa. Baxıram ki, əmsalın son zamanlar ümumiyyətlə 1-5-ə, 1-6-ya qalxdığını görsə. Xeyr, yoxdur. Axırıncı yağış yağanda qalxmışdı. Yəni Bu gündəlik şəhərin olaraq 1-3. 1-3 maksimaldır. Bir Əksər dörd, hallarda 1-1, bir dörd. 1-2, 1-1, 1-2. Əksər hallarda demək olar həmişə elədim.
Ret konuşun 1-3. Yəni bugünkü gündə 1-3 idi bu günlərim. Maşallah ki, şəhərdə probka var idi, getmək olmurdu. Müştəri verir, zakaz verir, 2 dəqiqə göstərir. 15-17 dəqiqə müştərinin yanına göstərir. O da ki, alınmır, atqaz eləyir. Bu arada bu sual da onsuz qabaqcadandır. Qabaqdadır, amma indi onu demək istəyirəm. Mənim öz adımdan deyirəm, irad olaraq. Boltda zəhmət olmasa, Boltdan bizi izləyirsiniz. Bilirəm, bir iki dəfə də mənə ofisdən xəbər gəlib. Boltda müştəri üçün vaxtı çox az yazırsınız. Yazırsınız 2 dəqiqə. Bizə sifariş gələndən sonra indi 99% sürücülər Waze ilə işləyir də, hamımız Waze ilə işləyirik. Ora baxırsan ki, hətta 12 dəqiqə, 13 dəqiqə, 15 dəqiqə yazır. Bolt yazır orada müştəri 2 dəqiqə. Müştəriyə yığırsan ki, 15 dəqiqəyə çatacağam, gözləyirsən və yaxud da elə olur ki, indi açığın aşağıda 15 dəqiqə yazır, getmək istəmirsən, həmən küçəyə girmək istəmirsən. Bilirsən hələ Waze 15 dəqiqə yazıb, girəcəksən 35 dəqiqə olacaq, bəlkə heç bilinmir. Elə yollar olur, elə küçə olur, bağlanır. 15 dəqiqə deyirsən, deyir mən də burada 2 dəqiqə göstərir. Başlayırsan, başlayır spor. İndi insan da maşın sürür, gərgin olur. O müştərilərlə sürücülər haqqında aqressivlik yaranır, davaya çevrilir. İndi bəlkə də kimsə durub o 2 dəqiqə üstündə dava edib, amma müştəriyə başda almaq olmur ki, ay insan, mən Waze-dən istifadə edirəm. Bolt ora 2 dəqiqə yazıb, indi o elə yazıb da, indi o səhv yazıb. O Boltun özünün şəxsi naviqasiya sistemi yoxdur. Məsələn, Uber'in o şey yaxşıdır. Uber'in özünün naviqatoru var deyə, Yandex naviqatoru var deyə. O Waze-dən aşağı yuxarı 1 dəqiqə uzağı fərq ola bilər. Yəni probkası yazır ki, probkada 15 dəqiqəyə gələcək. Da müştərini anlatmır ki, 3 dəqiqəyə gələcək. Sonra şeylə üz-göz olmaq. Və yaxud da biliyorsun yığırlar. Nə oldu? Sən harda qaldın? Burada 2 dəqiqə göstərir, 10 dəqiqədir səni gözləyirəm. Yəni bu sporlara insan aqressivləşir. Mən həmən müştərinə əsəbləşirəm. Ondan sonraki yetim bir dənə müştəri heç mənlə işi yoxdur. Əsəbimi indi mən olmasam da digər biriləri əsəbimi başqa müştərinin üzərinə tökür və bu necə deyirlər, zəncirvari şəkildə işin pisliyinə gətirib çıxarır. Bu da sizin reputasiyavızdır. Yəni müştəri bizi sizin işçiniz olaraq görür. Yəni məni Bolt əvəzi görür. Yəni nə problem olursa deyir sizdə falan problem var. Siz belə, siz elə. Halbuki o sizin aqreqatordur, sizin proqramdır. Orada siz səhv məlumat göndərirsiniz müştəriyə. Ortada qalan biz oluruq. Heç kim sizin əlaqə nömrənizdə yoxdur ki, zəng vurub sizə desinlər ki, qardaş bizi niyə anlatsın? 2 dəqiqə yazmısan çatır. 12 dəqiqədir mən taksini gözləyirəm. Günahkar da biz olub, deyilən söz də biz olub. Bəli, ortada biz qalırıq. Yəni bizi vermisiniz qabağa. Başa düşürəm, çörək versiniz, işləyirik sizin aqreqatorunuzdan, amma bu şeyləri düzəltmək lazımdır. Bir də bunu vurğulayaq ki, Boltdan əməkdaşlarından görür də onsuz zaten. Müştəri zakaz elədiyi halda, məsələn, bugünkü gündə Astanovkadan zakaz eləyirlər və yaxud da ki, avtobus zolağından. Bolt ilə bir tədbir kursaydılar ki, Astanovkada müştəri zakaz eləməsin və yaxud da ki, avtobus zolağından zakaz eləməsin. Bəli. Müəyyən olunmuş yerlərdən zakaz eləsə daha gözəl olardı. O barədə çox sevinmiş olardıq. Avtobus zolağına giririk, 100 manat 3 bal cərimədir. Astanovkada saxlayırıq, müştəri götürürük, 80 manat 2 bal cərimədir. İkinci palasada da saxlayırıq. O maşallah, bu qapını açdığından onu vurur, promoy. Hə. Yəni yuxarı bığ, aşağı saqqal. Yəni bu sifariş proqramında çox problemdir. Yəni bu qədər insanı maarifləndirmək də olmur. Bu maarifləndirmək sizin əlinizdə ən yaxın olaraq olan tətbiqdir. Tətbiqdə o sifarişi təsdiq eləmək istəyəndə yazsın ki, burada təsdiq eləyə bilmirəm də, bura mümkün deyil. Get 20 metr qabağa, 50 metr qabağa, qabaqdan sağa dön və yaxud da yəni bunu tətbiqdə yaradın. Abi taksidə başıma gələn ən maraqlı hadisə, bir də ən pis hadisə. Ən pis hadisəni bilirəm, danışılası deyil. Ən başqa bir şeylərdən yadınıza düşsə, deyərsən onu. Pis hadisədən yaxınlardan Sapayevdə gedirdim. Pis hadisə odur ki, maşının vurulmağı. Bir xanım sürücüsü sağ olsun, öz orağından getdiyim yerdə qattaladı. Maşının sol tərəf arxa qapısını vurdu biraz. Evet. O da ki, yüngülvari, bez detal çıxardılır. Onu çıxartmaq olur. Yaxşı, yadda qalan hadisələrdən də biri, belə deyim də, xoşlardan. Taksi şoförünə lazımdır. Qazancı çox. Qazancı əlbəttə ki. Onun üçün xoşdur. Yaxşı sifariş, yaxşı çay boy. Səmət Vurğunda Targoviyə keçən yeraltı keçidin yanında durmuşdum. Müştəri zakazı gözləyirdim. 2 dənə Pakistanlı idilər. Maşının başına fırlanırdılar, maşına baxırdılar. Onlar üçün fərqlidir. Yəni indi 2 tane maşını görmək, bilirəm, işləyirəm onlarla bilirəm. Soruşdum, taksim lazımdır. Dedilər, taksi lazımdır. İşte
Tərcümə ilə sağ olsunlar, şükür Allaha ki, bu gündə tərcümə ilə bir-birimizi başa sala bilirik, yəni azından başa düşməsək də. Hə. Dedilər Heydər Əliyev mərkəzinə, Dağüstü parka, bir də Venesiya. Bu üçünə nə qədəm alarsan, gəzdirmək, aparıb gətirmək. 100 manat dedim. Belə də oldu ki, razılaşdılar, oturdular, getdik. Heydər Əliyev mərkəzinə apardım, Dağüstüyə apardım. Bunlar yoruldular bu aralarda. Venesiya gedəsi olmadılar, gətirdim Targovda, içəri şəhərdə oteldə qalırdılar. Apardım, düşürdüm. Elə 100 manat pul verdilər. Elə düşürdüyünə dedilər ki, biz Qəbəliyə getmək istəyirik. Bizi sabahlan Qəbəliyə aparmaq. 300 manat dedim. Dedilər baxadı. Elə oldu 250 manata razılaşdıq. Saat 10-da gəldim, bunları götürdüm, Qəbəliyə getdik. Həmişə kimi maşına nəyi lazımdır? Benzin lazımdır. Benzini vurub getdik Qəbəliyə. Qəbələdə də oradan sonra özümdə elə Lahaza yaxında oradan bir də bir-iki yerlərə, fərqli yerlərə özüm üçün apardım da. Yəni bunlara belə deyək də hədiyyə olaraq apardım. Mecdad. Yemək də falan da yenə onlar verdi hər bir şeyi. Onlardan bərabər istirahət. Gətirib düşürdəndə də ki 250 manata danışmışdıq. 300 manat verdilər. Sağ olsunlar. Sağ olsunlar. 250 manata dedim, razılaşmışıq, danışmışıq. Özləri dedi ki, çay boy kimi. 300 manat verdilər. Yəni bizim üçün xoş hadisə, yəni. Bu təzəyic olub yoxsa çoxdan olub? Bu təzəyic arzu belə deyək də. Keçən illərin başda, hə. Keçən il. Hə, keçən illərin. Maşallah olsun. Yəni özüm turizmdə işləyirəm. Şəhər turun qiyməti 50 manatdır. Rayona gedib gəlməyə tur firmalarının 90%-i 120 manat, 120-130 manat pul verirlər. Yəni yaxşı verirlər, sağ olsunlar. Hə, çox gözəl verdilər. Abi buradan indi bayaqlar danışdıq biraz Boltun o naviqasiya sistemindən burada sifariş vermək olsun, olmasın. Əlavə nəsə Bolta, Uberə fərq yoxdur. Taksi firmalarına nəsə bir təklifin, iradın, istəyin, nəsə varsa onu da cavablandır. İstəyimiz olar ki, Komfort Plusu ləğv elədilər. Çaspik vaxtı Komfort Plus işləyirdik. Bəli. Adi vaxtlarda, çaspik vaxtı olmayan vaxtda Komfort açırdıq, Komfort Plus da açırdıq. Düz. Komfort Plus götürürdük günüz vaxtı, çaspik olmayan vaxtı, məsələn 5 dənə müştəri, amma Komfort çox götürürdük. Çaspik vaxtı Komfortu avtomatikman özümdə bağlayırdım. Sırf Komfort Plus işləyirdim. O Komfort Plus-dəki tutduğum müştəri, yəni kifayət eləyirdi. Qiymət yuxarı olduğuna görə bu iki gündə də Komfortu salıblar, Komfort Plusu ləğv eləyiblər. Qiymət o deyil. Qiymət həddindən çox aşağı yazır. Bəli. Yəni bərbad vəziyyətdədir. 5 manata müştəri götürsən, 30 dəqiqə, 35 dəqiqə yol getsən, 15 dəqiqə yol getsən. Elə bunu düşürdür, elə təzədən biraz gözləyirsən müştəri verir və yaxud da ki elə çatmamış müştərini verir. Baxsan, məsələn, çaspik vaxtı Xırdalana verir 8 manata, 7 manata. Yasamaldan verir. Şəhərdən verir 10 manata, 12 manata. Yəni bu da gediləsi qiymət deyil. Saat yarıma gəlib çıxdı. Saat yarıma. Bu günləri məsələn adi yüngül bir şey deyil. Sultəpəyə dostumgil biraz külfət çox olduğu üçün ailəsi ilə çölə çıxıbdılar. XL veriblər böyük olsun deyə. Yazıbdı, belə sizə tam dəqiqliyi ilə deyim, XL nə qədəm yazıb? Sultəpədən bura şəhərə. Buradan şəhərdən indi Sultəpəyə dönəcək bir nəqədiyə 9 manat 60 qəpik yazıb. Koeffisiyentin vaxtında. Yəni bu gediləsi bir qiymət deyil axı. Hə, doğrudan bir absurdluqdur. Yəni Deyilib, indi biz də buradan əlavə deyirik, taksi sürücüləri deyir. İndi biz podkastda da fikrimizi səsləndiririk. Əgər Komfort Plusu doğrudan da çıxartdınızsa, Komfort Plusu olan maşınların hamısı gəldi Komforta. Bu da o deməkdir ki, bir kateqoriyanın içərisində daha çox maşın oldu. Və biz də başa düşürük ki, və bilirik ki, bunu taksinin qiyməti necə formalaşır. Bir ərazidə 10 dənə sifariş verirlər Komfort, amma ərazidə 5 dənədirsə, avtomatik siz qiyməti qaldırırsınız. Siz qaldırmırsınız, artıq bu proqram özü belə işləyir, süni intellekt formasında. Qiymət qalxır ki, qıraq ərazilərdə olan maşınlar yaxınlaşsın, gəlsin buradakı sifarişləri icra eləsinlər. Sözüm ondadır ki, o qədər maşını, adam vardı, məsələn sən Komfortu yandırırsan, Komfort Plusu söndürürsən, belə eləyirsən, adam vardı Komfort Plusu işləyirdi, elə ancaq Komfort Plusu da işləyirdi, yəni Komfortu da heç açmaq istəmirdi. İndi olan hamısı düşdü aşağı Komforta. Siz qiyməti Komfortu da götürdünüz, gətirdiniz ekonomun yanına. Maşın çox, koeffisiyent yox, cəmaət bahasından maşın alıb, Komforta da qiymət düşdü. Yəni Komfort Plusu şey elədiniz, naborot siz biraz Komfortun qiymətini biraz qaldırardınız ki,
O yetimlər də bu boyda işin altına, yükün altına giriblərsə, hələ qalan 50 min dənə sənəddən danışmıram. Faktiki olaraq bir maşının qiymətini deyirəm və sizin verdiyiniz qiyməti deyirəm. Yəni bu komfortun qiymətini qaldırın. Yəni komfort plusu çıxartdınız, okey, əcəb elədiniz. Bunun qiyməti qalxmalıdır. Yəni bu bir mənalıdır. Yəni hamı narazıdır. Komfortda işləyənlərin əsas hamısı narazıdır. Yəni ekonomda işləyən elə devri qədimdən elə nə qiymətli 1 manat demirsiniz, deyib ki, gedir. 2 manat olub deyib, okey, 1.60 oldu. Sonra oldu 2 manat 50 qəpik dedi, okey. 3 manat 10 qəpik, okey. Ekonomdur, indi adam kobalt alıb, o vaxt Prius idi, indi kobaltı sürür. Cəmaət indi elə təzə maşını da götürür, məcbur, lezinqi çoxdur, ekonoma da salır, sürür. Dağıdır da heç sabahını fikirləşmir ki, bu 3 ildən sonra bu maşından əsər əlaməti qalmayacaq. Ekonomu da açırsan, səhər neftçilərdəsən, günorta xırdalandasan, axşam hökməldəsən, bu yandan Sumqayıtdasan, şəhərin bütün hər yerin, bütün quruntovun, bütün çala çuxurun götürsən, heç nə, maşın dağılır, yalandan cəmaət öz-özünü alladır ki, hə, günləri şükür Allah, evdə makaron var, maşın kreditini ödəyirəm, bu yaşayış deyil, bu insanları uçuruma aparır. Yəni qiymətlərə tənzimlənmə lazımdır. Yəni ayna eşidirsə bunu ayna qəbul eləsin öz üzərinə, Bolt eşidirsə Bolt da öz üzərinə eşitsin. Ayna amma həmişə çıxır, bütün hər şey istəyir. Amma qiymətə çatanda deyir ki, qiymət bazar özü tənzimləyir, iqtisadiyyat falan filan, yəni min cür sistemdən qiymətə yaxın duran yoxdur. Heç kim heç nəyi tənzimləmir, heç kim qiymət haqqında heç nə dəyişmir. Belə deyək, adi bu günlərim şəhərdəyəm, mazakaz gəldi, Qız Qalasının yanına. Aeroporta 12 manat 60 qəpik kartdan. 2 manat 50 qəpik çıxılır onun faiza, mənim benzin pulum, plusdakı sərf elədiyim vaxt. Mən gedib bura çatıram, mənə qalacaq 5 manat. 5 manat da buradan aeroporta getmək olmur axı. Qoy qalsın 7 manat məsəl üçün. Orada da qal gözlə. Orada da bir neçə saat gözləyirsən, oradan da şəhərə qarşı komfort ümumiyyətlə zakaz verən yoxdur. Red olur oradan. Çox az olur. Növbəli şəkildə gözləyirsən, maşallah neçə saatlardan verir. Ekonomdakı verəcəkdir 8 manat, 9 manat. Qaydanda ümumiyyətlə biabırçılıqdır. Biabırçılıq vəziyyətdə qalır. Gedəndə bir qiymət, qaydanda başqa qiymət. Bərbad vəziyyətdədir. Bu qiyməti deyirsən, komfortun qiyməti aşağı olmalıdır. Dənlər golf adalarına getmişəm. Hövsana, bəli. Getdim, müştəri gözlədim, ekonom verdi, 12 manat neçə qəpik idi, səhv eləmirəmsə, yasamala verdi. Atqaz elədim, gəlmədim ekonomdan. Dedim, komfort verəcəkdi. Bir 15-20 dəqiqə belə gözlədim, boşluq idi. Dedim, özüm üçün bir zakaz yoxlayım ki, buradan məsəl üçün Sumqayıta neçə verər? Komfort versə. Yoxladım, baxdım, 19 manat 30 qəpik komfort verdi. Endirimlə 17 manat neçə qəpiyə saldı. Ekonom verdi 25 manat neçə qəpik. Buradan Sumqayıta. Valla. Bolt da 20 manat neçə qəpik verdi. Bunun nə xeyri oldu ki, yəni komfort, ekonom bugünkü gündə Boltdan üstün daşıyır. Son zamanların da problemidir. Mən özüm də o günlər işləyəndə rastlaşdım. Bir müddət oldu ki, o koeffisient qalxan vaxtı ekonomun qiyməti komfortu keçdi deyə. Yəni komforta işləyənlərin kimi dindirsən, qardaş da deyir, mən şəhər arasında işləyirəm, mən də eləyəm. Mən də şəhər arasında çalışırım, işləyim ki, qırağa çıxmayayım. Başlayır o ki, sifarişdə biliyorsan, xırdalan, masajır, nə sabunçu falan. Baxsan ki, buna sifarişdədir. Yəni komfort 99% hallarda şəhər ətrafında fırlanır. Girib aqreqat öz proqramda baxsan görsən ki, aha, ekonomun qiyməti qalxıb, komfortun qiyməti düşüb deyə. Cəmaət də ən ucuz harda yazır deyə keçir ona da. Ən ucuz hansıdır baxır. Ayda olduğumuz yerdən vururam, Ayna Sultanova vururam. Ekonom yazır 3.90, endirimlə 3 manat 10 qəpiyə. Yəni bərbad vəziyyətdə. 50 qəpik fərqli. Boltdakı 4 manat yazır, endirimlə 3 manat 20 qəpiyə. Komfort yazır 3 manat 40 qəpik. Arasından yəni ekonomla komfortun arasında 40 qəpik fərq var. Mən 40 qəpiyə görə belə necə deyim, sıxmasın. 10.000 manat artıq verməliyim. 10.000, 15.000 artıq verib mən maşın alıram ki, yəni dəyəri artıq olsun. 40 qəpiyə görə dəymir ki. 40 qəpik nə? Yəni bu 40 qəpik 100 dənə 40 qəpik eləyə bilmirik də. Gün ərzində uzağa apararsan 15 dənə gediş, 20 dənə gediş. Da indi o şeydə işləyənlər demirəm, Allah onların köməyi olsun, Allah onlara bir ruzu qapsatsın, çıxsın. Planla işləyənlər, yetimlər 25 dənə 30 dənə günə gediş aparırlar. Çox əziyyət çəkir. Yəni mən ümumiyyətlə elə maşın sürəm mənəm. Bir gün o da interesə çıxaram. Videonun xatirinə, nəyinsə xatirinə işləyərəm.
O da ki nəyisə göstərmək üçün. Yəni 25 dən gediş hər gün, həftələrlə, aylarla, illərlə bu adamlar sürür. Onlar nə olacaq? O cavandılar indi. Onların nə bilim əsəb, stres çətindir. Əlbəttə ki, orada qazanc var, orada qazanc yoxdur. Maşının öz rasxodu çıxsan ki, sənin canından can gedir, sən ziyandasan. Adam var buradan qazandığını aparır, əsəbinin stresinə, müalicəsinə verir. Hə, ya da ki elə həmin streslə əsəblə elə maşın sürür, maşını vurur, elə pulu çıxır da onu. Vallahi. Hə, oturub hesablayanda heç nə qalmır. Əlbəttə ki. Qardaş, bir də aqreqatorlarla çox düşməyək. Onsuz cəmaət özləri də bilir nə var, nə yox, eşidirlər. Müştərilərə bir iradın, təklifin, istəyin onlardan nədir? Müştərilərdən birinci növbədə istəyim olar ki, çox müştərilərin bugünkü gündə məsəl üçün 10 dənə müştəri götürürsənsə də onun 8-i evində oturur, evindən vurur, gözləyir ki, müştəri gəlsin. Və yaxud da ki, hə, evində oturur, belə deyək də sizə, evində yox, əsəblər, işdə oturur, gözləyir ki, taksi gəlsin, çatsın, çıxarım. Bu taksi gəlir, çatır, çatdığı haldan sonra da deyir ki, zəhmət olmasa gözlə 2 dəqiqəyə gələm və ya da ki 3 dəqiqəyə gələm. Sənin o 2 dəqiqənin 2 dəqiqənin 3 dəqiqənə görə bizə 20 manat və yaxud da ki 40 manat və yaxud da ki 80 manat cərimə gəlir. Yəni birinci növbədə düşüb aşağıda taksini gözlədiyi yerdə vursun, biz də gələn kimi əyləşək götürək çıxaq gedək. Yəni bu olsa çox gözəl olar. Bəli, bunu nəzərə almaq lazımdır. Yerə çox diqqət eləyin, baxın, bir ətrafınıza görün, burada maşın yerdə yazılıb da bas, yazılıb. İndi demirəm get hər yerdə znak axtar ki, burada dayanma durma qadağandır. O da çətindir. Onu Bolt öz üzərinə götürməlidir. Mən demirəm ki, bir dənə qadın xaylağı. İndi bizim də evimizdə insanlar yaşadı. Mən evdəkilər mən bilir ki, dayanma durma znak hansıdır və yaxud da o hansıdır, bu hansıdır. Bunu öz üzərinə o götürməlidir. Amma ən azından instinktiv. Görməlisin ki, burada 5 dənə maşın dayanıbsa, zaten burada maşın dayana bilir. Burada demək sifariş vermək olar. Onunla heç olmasa orientirovçunu. Yəni bizi də başa düşün. Biz də sizlərdən biriyik. Biz də insanıq. Biz də Azərbaycanlıyıq. Cəriməni ödəmək olmur və yaxud da mən bilət ki 100-dən bir müştəri görərsən ki, məndə olub da müştəriyə görə cərimə olunmuşam. Fakt saxlayıb məsələn telefonla açmışam. Elə ünvan vurur buranı, gedib durur o tərəfdə. Başlayır ki, sən hardasan? İndi gəl ondan tapana qədər telefonla açsan, məndə olub fakt. Polis saxlayıb, müştəriyə cavab satmışam ki, bu da sənin xeyrin ucu əsəblə. Deyib, sən kim deyir ki, cavab verilən naşlıqdır. Olmur. Çalışın, bizi də başa düşün, taksi sürücülərində başa düşün. Çox gözəl olar. Bir də ən çox, əsas da xanımlardır ki, maşallah, taksi şoferlərinin yuvaldan gec gələn, bir də ki, oturub ailə problemlərini maşında danışmaq. Ondan danışmaq. O maşallahdır. Oturur ailə problemini, padurqalarının onun bunun qiybatını qırır. Adam boğaza yığılır. Sən də danışmasan, elə telefonda danışacaq. Adam da istəməz, qulaq yoldaşı olsan, fikir qalır ki, orada, bu da belə olubmuş. Onlar da yığışdırsalar, yəni çox gözəl olardı. Bəli, əlbəttə ki. Qardaşım, çox sağ ol. Bir əlavən nəsə varsa, buyur. Bir əlavəm yoxdur, şad oldum. Allah səndən də razı olsun. Qiyabi olaraq da birbirimizi tanıyırdıq qrupdan. Şükür Allah'a. Mən də şad oldum, səni gördüm. Qardaş özü də izləyəcək videonu. İnşallah. Səbirsizliklə gözləyirəm. Çıxacaq 1-2 günə inşallah efirdə olacaq. Rəylərdə Kangana aid nə sualınız varsa, indi qardaş bildiyindən çalışa cavablandırar. Olmaz digər Kangan sürücülər, yəni çalışaq ki, bir-birimizə kömək eləyək. Yazarsınız, mən bildiyimi, mən bilmədiyimi qardaş, bilmədiyimizi digərlərdə cavablandıracaq. Çalışarıq, cavablandırarıq. Əsasda məsələn tam olaraq anlayışı olmayanlardan söhbət gedir. Çalışarıq bildiklərimizi sizinlə paylaşaq. Video sizə faydalı oldusa, video sizə nəsə bir fayda qatdısa, videonu zəhmət olmasa bəyənin ki, YouTube alqoritmi bunu başa düşsün ki, bəli, bu video faydalı idi, like-ı qoydu. Demək ki, bu digər insanlara göstərmək lazımdır. Bu şəkildə video daha böyük auditoriyanın qabağına çıxır, kanalımız daha çox izlənir və kanalımıza daha çox abunə sayı gəlir. İnşallah ki, bu yaxınlarda 10.000 olmalıyıq və bunun üçün də zəhmət olmasa bizə dəstək olun. Çünki videonun 10.000 baxış gəlirsə, onun cəmi 25-30% baxırsan ki, kanala abunə olmuşlardır. Yəni 75% abunə olmuyor. Yəni bir videodan mən 1000 abunə qazana bilərəm, amma çox ləng şəkildə olur. Tənbəllik eləməyin, sizdən heç bir ödəniş çıxmır. Bir dənə abunə olursunuz, bir dənə bəyənirsiniz.
Şərhlərdə də nə şərhiniz varsa video ilə bağlı və hansı digər avtomobilləri videolarda görmək istəyirsinizsə, onları da yazın. Çalışarıq ki, həm mən də tapım və yaxud da görüb digər avtomobil ki, məsələn, Çanqan, mən Çanqan sürürəm və gəlsənəm gedim Türkiyə ilə qoşulum, çəkiliş eləyək. Həm də belə bir çıxmasın, buradan da məbləği açıqlayıram. 30 manat da ödəniş olunur. 30 manatımı da qoyum cibimə, həm cəmaata da faydalı olsun, həm də mən itirdiyim vaxtı da dəyərləndirmiş olum. Belə, videomuz bu qədər. Kanala abunə deyilsə kanala abunə olun. İnşallah gələn videolarda səslənərik. Sağ olun. Sağ olun.